Salam dostlar, bugün biz deməli ProSave, Yokogawa ProSave'dən dərsimiz davam edirik. Gəlin açaq workbench-i və Open Project Library seçək və biz keçən səfər sizlə səhv etmirəmsə, deməli Project Training'də burada proyekt yaratmışdıq və bizim proyektimiz açıldı. Və biz nədə dayanmışdıq dostlar? Deməli, biz proyektdə dəyişiklik elədik sizlə. Properties'də deməli, bilmirik ki, resource number'ı dəyişdik. Və indi biz nə açmalıyıq sizlə? Biz açıq sizlə Hardware Architecture və burada nə eləməliyik? Çəkəbiliriz. Tamam, bir dəqiqə. Çəkək bunu görək. Və burada görürük ki, bizim proyektin adı köhnə adda qalıb, yəni FCS'in adı, proyektin dedikdə. Və burada yenə açırıq Properties və bunun adını eyniləşdiririk. Yəni, program sahəsində. 1.2 və burada nə edirik dostlar? Burada deməli, muşka ilə bura klik edirsiniz. Və burada biz Properties'e gəldik. Artıq burada IP var. Bu ümumiyyətlə basın adı nədir dostlar? YTSP yazılır burada görürsünüz. Bu bas nədir? Bu basın adı Ethernet Control Bus Processor ya da ki Ethernet Communication Processor deyə bilərsiniz. Yəni Yokogawa'da daxili şəbəkənin sazlanması deyil, daxili şəbəkədir. İstifadə olunur safety control stationlarda, yəni hal-hazırki stationda, FCS'də, field control stationda və hisslərdə, operator stationlarda istifadə olunur. Yəni Siemens'in dərslərinə baxsaq, orada da eyni bir dənə şina var, şina üstündə deyən bas var və bütün cihazlar, bütün yox, yəni cihazların interfeysləri oraya qoşulur. Gəlin burada belə bir bazı dəyişik eləyək. Bunu eləyək 1-2 ayıqsın. 1-2 düzməsini basaq. Və gəlin file, save eləyək buradan. File, save project library. Tamam, bu hazırdır bizdə və gəlin buradan bağlayaq. Yox, bağlamaq ehtiyac yox dostlar. Bağlamayaq. Burada biz seçəcəyik sizlə input-output wiring. Bunu seçdik, belə bir pəncərə açılır. Və burada dostlar biz seçirik add. Add device və add device seçirik dostlar və bunun içərisindən biz seçməliyik sizlə analog girişlər. Analog girişlər yenə 1 ilə başlayır, sadəcə ProSave'də S ilə başlayır onlar. 143'ü seçəcəyik burada. Və istəyirsinizsə device indeksin 1 edək. Bizi çaşdırmasın və düyməsini basaq. Və artıq burada görürsünüz pəncərədə artıq bizim girişlər də görsənir və parametrlər var. Və burada eyni cür biz obisləri də əlavə edəcək obisi modulları. Gəlin indi bunun parametrlərinə baxaq. Kirava bunun üstünə vuraq. Və burada dostlar, burada nodun adresini veririk. Adresini deyəndə ki, nömrəsini veririk. 1 qoyuruq. Və slotun nömrəsini də 1 qoyuruq. Bunlar hamısı mütləq konfigurasiyalardır. Çünki siz artıq konfigurasiyanı yükləyəndə sizin ProSave kontrolü siz yazdığı konfigurasiyaya uyğun götürəcək
modulları elə düzəcək öz beynində. Səhv versəz, yəni bu böyük bir xətər gəlib çıxarda bilər. Kod düyməsini basırıq. Və dostlar, gəlin o böyük modulları da əlavə eləyək. Səhv bastım. Add. Deməli, indi isə biz əlavə eləyəcəyik. Analog input əlavə eləyəcəyik. Analog output əlavə eləyəcəyik. Tak, 4. Analog output. Modul. S4. 16 bu 8 kanallıdır. Bir dənə bu olsun. İki orada avtomatik o düyməsini basırıq və burada da parametrlərə baxaq. Yenidən parametrlərə burada yenə bir seçəcəyik. Node 1'də olacaq, amma slot 2 olacaq bizdə. Slot 2 o düyməsini basırıq. Və indi isə bizdə qaldı. Tak, bir də 533 olsun. Və bizdə qaldı deməli. Diskret çıxışlar bu olacaq bizdə səhv etməmişsə SDB 144. SDB 144 var burada girişlər daha doğrusu. Və burada da eyni bunu əlavə edirik. Deməli Node 1'də slot olacaq artıq bu. Ok düyməsini basırıq və channel deməli bizdə qaldı bir dənə də diskret çıxışlar. Bu da olacaq SDB 541. SDB 541 bizdə var, yox ki var. Var, burada ok düyməsini basırıq. Burada da girir parametrlərə. Dediyim ki node 1 olacaq və bizdə olacaq 4. Ok düyməsini basırıq. Bir dənə yoxlanış eləyək. Dostlar, deməli node 1 ikinci. Bizdə node 1 üçüncü. Bizdə node 1 yox. Deyəsən nəsə səhv oldu. Dostlar, bir dəqiqə baxın. Node 1 birinci düzdür. Node 1 ikinci ya düzdür. Bu da dördüncü. Və dostlar, save eləyək. Növbəti dərsdə yes. Tak, problem olmadı. Və növbəti dərsdə dostlar biz artıq dictionary-yə girəcəyik və dictionary-də biz bizim dəyişənləri əlavə edəcəyik. 2 dənə analog girişi, 3 ədəd diskret girişi və 1 ədəd diskret çıxışı. Çox sağ olun dostlar, təşəkkür edirəm. Videoya şərh yazmağı və kanala abunə olmağı yaddan çıxarmayın.